Bugünkü dersimizin mövzusu DevSil funksiyasıdır. İngilis dilində onun adı gedir indirect. Bu funksiyanı tapmaq üçün keçirik formul tabına və buradan sil key massivi, yəni linklər və massivlər bölməsindən bu funksiyanı tapırıq. Gəlin görək bu funksiya necə işləyir. Keçən dərslərdə mən sizə göstərmişdim ki, eyni əməliyyatları Excel proqramı imkan verir ki, bir neçə üsullarla yerinə yetirək. Bizdə standart üsullar da var. DevSil funksiyası isə həmin standart funksiyaları əvəz etməyə imkan verir. Tutalım ki, baxın az üsulunda və bu xanalarda bizdə belə məlumat var. Tutalım ki, 10, 15, deyək ki, mətin, məsəl üçün avto və bu məlumatları istəyirik 5 sütununa köçürək, yəni bu xanalara. Biz nə edirik? Yazırıq. Belə bərabərdir. Bərabər operatoru istifadə edirik və bu xanaya basırıq A2-yə və Enter düyməsini basırıq. Bundan sonra dartırıq aşağı və bu məlumatı keçirdirik. Yəni belə kopyalayırıq B sütununa. Gəl baxaq görə bunu DevSil funksiyası ilə necə yetirmək olar. Yazırıq bərabərdir. DevSil funksiyanı götürürük və bu xananı, yəni A2-ni dırnaq arasında göstəririk. Dırnaq arası yığırıq A2, yenidən dırnağı qoyuruq. Bu mötərizəni bağlayırıq. Enter. Görürsünüz, həmin məlumat bura gəldi. Amma bərabərdir operatorla fərqli olaraq aşağı dartmaq mümkün olmayacaq. Daha doğrusu mümkün olacaq. Amma görürsünüz, məlumat kopyalanır. İndi baxaq görək. Baxaq görək bu qaydanı necə keçmək olar. Keçək bu səhifəyə və belə bir cədvəl hazırlamışam. Və burada şəhərlərdir. Tutalım ki, şəhər 1, şəhər 5. Bu şəhərlərin əhalisidir. Standart linklə bura necə keçirdirik? Təkrarlayırıq, bərabərdir. Seçdik. Və dartırıq aşağı alındı. İndi DevSil linklə bərabərdir. Funksiyanı çağırırıq. Burada yığırıq dırnaq arasında. Artıq D sütunudur bizdə, yəni D2. Dırnağı bağlayırıq və mötərizəni bağlayırıq, Enter düyməsi. Yəni dediyim kimi dartmaq aşağı alınmır. Görürsünüz, kopyalayır. Bunun üçün gərək keçəsiz bura. Burada D2-ni eləyəsiz D3. Burada D2-ni eləyəsiz D4. Burada D5. Burada D6. İndi təsəvvür edirsiniz də burada 5 şəhər yoxdur, 100 şəhərdir, 200 şəhərdir. Gərək bir-bir bunu eləyəsiz. İndi bu qaydanı necə keçmək olar və necə eləmək olar ki, buradakı kimi belə dartıb avtomatik məlumatı alasınız. Burada bu xanaların mətninə ünvanlarını yazırıq. Yəni B2, B3, B4, B5, B6. Burada yazırıq. İngilis dilində B2, B3, B4, B5, B6 yazdıq. Keçirik bura. Yenə funksiyanı çağırırıq. DevSil
və xananın içində artıq istinad bura gedəcək. Bu xanaya. Yəni H2 xanasına, yəni H2 xanasına. Və gəl əvvəlcə dırnaqla yığıb. Necə ki bunu DevSil tələb eləyir. Sonra dırnağı yığışdıracağım. Görəcəksiniz fərqi. Yığdıq dırnağı. H2. Yenə də dırnağı mötərizədən bağladıq. Görürsünüz, bu məlumatı bura köçürür. İndi dırnaqları yığışdırıram. Və artıq görürsünüz, bu məlumat bura köçürülür. Bax, indi dartırsınız aşağı və görürsünüz, məlumat burada peyda olunur. İndi keçək növbəti əməliyyata. Transponering əməliyyatına. 2 dəfə eləyəcək əməliyyatı. Birinci, əvvəlcə sütunu çeviririk sətrə. Yəni, bax, bu sütunda olan məlumatları, avtomobillərin markalarıdır. Köçürdürük bura. Gəl, bunu bir dənə kopya edeyim. Belə, yerləşdirək bura. 2 üsulla göstərim. Birinci, transportirovka əməliyyatı var. Excel'də qaraldırıq, göndəririk yaddaşa. Və burada yaddaşdan qəbul edirik. Sağ düyməni basırıq. Və burada parametr vstavki seçirik. Transponировать. Görürsünüz, məlumat yuxarıda görsənir sətirdə. Basırıq. Məlumat burada görsənir. Qutardı. İndi həmin əməliyyatı DevSil funksiyası ilə yerinə yetiririk. Yazaraq burada bərabərdir. DevSil çağırdı. Və burada əvvəlcə sizə bir-bir göstərəcəyim. Necə gətirmək olar. Ki, başa düşəsiniz ki, bu əməliyyat necə işləyir. Dırnaqlar qoyuruq. Dırnaq. Bizdə birinci xana A2-dir. A sütun, ikinci sətir. Yığırıq A2. Dırnağı qoyuruq və mötərizəni qoyuruq. Və BMW bura gəldi. Gəlsin, mən bu formulanı, yəni bu düsturu kopyalayayım ki, hər dəfə yazmayayım. Və qoyuruq bura. İndi burada A2-ni eləyirəm A3. Görürsünüz, Audi gəldi. Burada eləyirəm A4. Toyota gəldi. Burada eləyirəm A5. Honda gəldi. Və burada eləyirəm A6. 2-yə gəldi. Yəni, bu məlumatı bura köçürdüm. Və bunu bir-bir elədim. Belə rahatdır. Yəni, deyirəm, olsun 100 dənə avtomobil olsun, görə 100 dəfə eyni əməliyyat edəcəksiniz. Gəlsiniz, bunu silək. İndi göstərirəm. Əsas əməliyyat. Bərabərdir. Funksiyanı çağırıram. DevSil. Yenə də dırnağı yerləşdiririk. Amma indi xanaları yox, sütunun ünvanını göstərirəm. Yəni, A sütunun ünvanını göstərirəm. A. Dırnağı bağlayırıq. Bundan sonra mən sütunun nömrəsini götürəcəyim indi və 2 funksiyanı elə bil ki, birləşdirəcəyəm. Keçən dərslərdə keçmişdi. Bu speed funksiyasıdır, yaxud da onu yazmaq istəmirsinizsə 7 klavyeşin üstündə ampersand işarəsi var, belə. Onu qoyursunuz. Bundan sonra yığırsınız. Stalbet funksiyasını arqumentsiz mötərizədən bağlayırsınız və enter düyməsini basırsınız. Qoyursunuz bura və dağıtırsınız. Görürsünüz, bütün məlumat gəldi. İndi başa salıram bu necə işləyir. DevSil funksiyası A sütununu götürür. Düzdürmü? Deyək ki, BMW üçün A sütununu götürür. Stalbet funksiyası isə arqumentsiz. Həmin sütunun nömrəsini verir. Yəni 2. Və indi burada mən həmin funksiyanı yazsam və fikir verir, arqumentsiz. Yəni mötərizənin içində heç nə yoxdur. Görürsünüz, 2 verir. Yəni burada alırıq
devessil funksiyası bizə A sütununu verir. Stalbet funksiyası isə 2 nömrəsini verir. Və onları birləşdiririk. Olur A2. Yəni A2BV. Burada Stalbet funksiyası olur 3. Olur A3. Yəni Audi gəlir. Və burada A4, A5, A6. İndi həmin əməliyyatı bir də təkrarlayayım. Deyək ki, bax burada. Çünki burada çox rahat belə deyək, sətr sütundur. Və burada Stalbet funksiyasına elə bil ki, heç nə eləmək lazım deyil. Avtomat qoyursunuz və Enter düyməsini basırsınız. Gəl, indi burada eləyək. Tutalım ki, 3 dənə şirkət götürək. Avtomobil şirkəti deyək ki, olsun Opel, deyək ki, Ford və Mazda. İndi bu 3 avtomobil şirkət adlarını burada düzəcəyik. Opel, Ford, Mazda. Əvvəli eynidir. Yazırıq, bərabərdir. Çağırırıq funksiyanı, mötərizini açırıq. Dırnaq işarəsini qoyuruq və artıq bizdə burada A sütunu yox, Y sütunudur. Düzdür? Yığırıq Y, dırnağı bağlayırıq, ampersandı qoyuruq və burada yazırıq Stalbet funksiyası. Və görürsünüz, sistem bizə heç nə vermir. Funksiya bizə heç nə vermir. Nəyə görə? Çünki bizdə burada Y sütunudur və Stalbet funksiyasını göstərəndə 1, 2, 3, 4, 5 olur. Burada Y5. Düzdürmü? Yəni göstərirəm. 1, 2, 3, 4, 5. 5-ci sütun. F isə bizdə olur 6-cı sütun. Yəni burada bu funksiyanı yazanda sistem bizə Y6-nı göstərir. Y6 da bizdə var, buradır. Burada isə heç nə yoxdur. Ona görə 0 gəlir. Bizə lazımdır Y10 xanası. Görürsünüz, Opel Y10-dadır. Bizə sistem göstərir Y6-nı. Bax, belə yazanda arqumentsiz Y6-nı göstərir. Yəni 4 ədəd artırmaq lazımdır. Bura gəlirik. Mötərizəni qoyuruq, yəni açırıq. Burada gəlir, üstə gəl. 6 mötərizəni bağlayırıq. Alırıq Y10. Bir dəqiqə. Yox, səhv elədik. 6 yox, üzr istəyirəm. 4. Burada Y6 idi, Y10 lazımdır. 6-ın üstünə 4 gəlməliyik. Ha, Opel. Dartırıq bura və artıq Ford, Mazda gəlir. Bu belə. İndi keçək növbəti əməliyyata. Artıq sütunu, sətri sütuna çevirəcəyik. Transportirovka eləyəcəyik. Sətri sütuna. Gəlir, standart metodunda bunu eləyək. Qaraltdıq. Göndərdik yaddaşa. Qoyuruq bura, sağ düyməni basırıq və transponировать. Məlumat gəldi bura. İndi bunu eləyəcəyik devessil funksiyasının köməyi ilə. Amma əvvəlcədən sizə bir şey göstərim. Yaxud yadınıza salım. Excel proqramında sütunlar, görürsünüz, hərflərlə ölçülür. Yəni A, B, C, D. Sətirlər isə rəqəmlərlə göstərilir. Amma bəzi hallarda müəyyən istifadəçilər sütunları rəqəmlə göstərə bilərlər. Keçirik fayl tabına, parametri bölməsinə, burada formulu bölməsinə və burada работа с формулом, yəni formulalı iş. Və burada görürsünüz stil sılıq R1, C1. Yəni burada bir dənə quş qoyuruq. R1, C1-in qabağında quş qoyuruq. Ki sütunlar rəqəmlə göstərilsin. OK. Görürsünüz, göstərildi rəqəmlə. Gəz qaydaq dalam. Yığışdıraq. Bu nəyə görə dedim? Bax, indi
Həmən üsuldan burada istifadə edəcəyik. Ona görə dedim ki, biləsiz. Əvvəli eynidir, bərabərdir. Çağırır funksiyası dv dv0 funksiyanı çağırdı. Dırnağı qoyuruq və burada çağırırıq r1. Amma C-də yəni 1 yazmırıq. Burada dırnağı bağlayırıq. Ampersand işarəsini göstəririk və artıq stalbet yox, straka funksiyasını çağırırıq. Bağlayırıq. Sadəcə olaraq A1 stilindən fərqli olaraq biz burada R1, C1 stilini istifadə edirik. R1, C1 stilini istifadə edəndə isə burada ikinci arqument lazımdır. A1 stilində istifadə edəndə bu ana qədər biz A1 stilini istifadə edirik. Həmişə ikinci arqumenti buraxırdıq. Ya istini yazmaq olar, yəni həqiqət. Ya da yazmamaq olar. Sistem başa düşür ki, hə, həqiqətdir. Amma R1, C1 stilini istifadə edəndə mütləq burada yalan, yəni yanlış sözünü yazmaq lazım. Yəni loş. Yazaraq burada loş. Mötərizəni bağlayırıq və enter düyməsini basırıq. Görürsünüz, BMW gəldi. Dartırıq aşağı. Və bütün buradakı məlumat burada sütunda görsənir. Bununla bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.